Salam uşaqlar, mexaniki rəqslər və dalğalar bölməsindən birinci bölmənin mexaniki rəqs hərəkət xarakterizə edən kəmiyyətlər və təmizlər bölməsinin testlərinə baxırıq. Birinci sual. Harmonik rəqs edən cismi yer dəyişməsi zamandan asılı qrafiki verilmişdir. Rəqsin amplitudunu müəyyən edin. Amplitud nədir? Cismin tarazlıq vəziyyətindən maksimum uzaqlaşdığı məsafədir. Maksimum məsafə burada xm-dir, yəni 0.5. Doğru cavab B-dir. xm. Üçüncü sual. Cisim A və B nöqtələri arasında rəqs hərəkət edir. Aşağıdakı fiziki kəmiyyətlərdən hansı A və B nöqtələrində sıfır olur? Demək, tarazlıq vəziyyətinin ən yuxarı nöqtələrdə, maksimum vəziyyətlərdə cisim dayanır. Yəni, dayanır ki, sonra yenidən aşağıya düşür. Deməli, belə çıxır ki, ən yüksək nöqtədə cismin dayanması üçün onun sürətinin sıfır olması lazımdır. İndi cavabların içərisində sürətlə əlaqəli kəmiyyət seçirik. Kütlə sıfır ola bilməz. Təcil sıfır deyil. Tam enerji sıfır deyil. Çünki tam enerji kinetik və potensialın cəmidir. Kinetik və potensial enerjilərin cəmidir. Burada ən yüksək nöqtədə sürət sıfır olmasına baxmayaraq kinetik enerji sıfır olur. Buna baxmayaraq potensial enerji maksimum olur. Yəni ona görə tam enerji olmur. Cismin impulsu ola bilər. Çünki impulsun düsturu mv'dir. Sürətin sıfır olması, impulsun da sıfır olmasına səbəb olur. Doğru cavab deməlidir. 5-ci sual. Sərbəst harmoni rəqs edən maddi nöqtənin sürətinin maksimal qiyməti. Biz dedik ki, çevre üzrə hərəkətdə sürət düsturları R orada, yəni çevre üzrə hərəkətdə bu omega R düsturunda R burada xm ilə əvəz olunacaq. Yəni hazır düsturda əzbər bilməliyik. V bərabərdir xm omega, doğru variant omega xm deməlidir. 7-ci sual. Ayır bölünsün 4pi mü kvadrat. Yenə də eyni çevre üzrə hərəkətdə təcil düsturu yadımıza salırıq. 4pi kvadrat elə düstur seçin ki, burada mü tezlikdir. Oradakı tezlik iştirak eləsin. Orada düsturumuz belə idi. 4pi kvadrat, n kvadrat r. İndi burada r yox, xm olacaq. Yəni yazıram ayın bərabərində çevrədə, rəqslərdə yazıram. 4pi kvadrat, nü kvadrat, r-in əvəzinə nə durur dedi? Xm. N-in əvəzinə nü, r-in əvəzinə xm. Şimdi gətir bu ifadədə a-nın yerinə qoyuram 4pi kvadrat, a-nın əvəzinə qoyuram nü kvadrat xm bölünsün, yenə də məxrəcdəkini təkrar yazıram 4pi kvadrat, nü kvadrat. İxtisarları eləyirik. İxtisar edəndən sonra 4pi kvadratlar, nü kvadratı getdi, qaldı xm. Xm nə idi? Rəqsin amplitudu. Doğru cavab Y-bəndir. 9. Harmonik rəqs edən cismin koordinatının zamana asılı tənliyi hansıdır? Demək, düstur tənlik bu şəkildə olmalıdır. X bərabərdir xm. İndi burada hamısı sinusla verilib. Deməli, sinusla ifadə etmək lazımdır. Əslində, düstur ümumi şəkildə sinus omega t şəklində həmişə ifadə olunacaq. Xm-in yerinə biz, xm amplituddur, A hərfi ilə də işarə oluna bilir. Sinus, omeganın düsturu isə çevrədən də bilirik. Burada da öyrəndik ki, 2pi bölünsün böyük t-dir. Gətirib burada nəzərə alıram. 2pi bölünsün t vur t. İndi gedib cavabı seçirik. Doğru cavab olacaq. 11. Rəqs hərəkət edən cismin tarazlıq vəziyyətində modulca ən böyük yer dəyişməsi. Dedik ki, maksimum yer dəyişmə, ən böyük yer dəyişmə, maksimum ən böyük deməkdir. Rəqsin amplitudu adlanacaq. 13-cü sual. Harmonik rəqs edən cismin koordinatının zamandan asılı qrafikinə əsasən rəqslərin periodunu müəyyən edin. Period dedik ki, tam bir rəqsə sərf olunan zamandır. Bu maksimum qalxır. Yenidən sağ kənar və sol kənar vəziyyətə maksimum enir. Tam bir dövrü burada başa vurur. Riyaziyyatda bilirik ki, sinusoiddə 2pi-yə tam dövr deyirdik. Və yaxud da daha lori formada belə bir izah verim sizə. Yəni, iki hissəni götürüb, bir bu, bir çevrə yaradın. Çevrə tam yarandığı halda, yəni ona uyğun zaman biz period götürürük. Burada da çevrə, yəni bu yarısı, bu da digər yarısı, yəni həqiqətən bu çevrəni verir. Bu da 2pi-yə bərabərdir, həqiqətən də 360 dərəcə dönmədir, tam bir dövr deməkdir. Yəni elə təsəvvür edin ki, cisim A nöqtəsindən çıxıb çevrə üzrə necədir? Yenidən A-ya qayıdır, tam bir dövr edir. Ona sərf olunan zamanı biz period adlandırmışıq. Eynən də rəqslərdə də həmin kimi olacaq. Deməli, doğru cavab A olacaq. 15 davam edirik. Harmonik mexaniki rəqslərdə zamana görə dəyişən kəmiyyət hansıdır?
Demək burada zamana görə dəyişən kəmiyyətlər x-dir, koordinat, sonra sürət, təcil. Ona görə də burada maddi nöqtənin sürətini doğru cavab seçirsiniz. C bəndi. 17. Harmonik mexaniki rəqs zamanı kosinus və ya sinus qanunla dəyişən kəmiyyətlər hansıdır? Bayaq dedik, harmonik qanunla dəyişən kəmiyyətlər deməli yer dəyişmə və təcil olacaq cavab. 19. Sərbəst harmonik rəqs edən maddi nöqtənin təcilinin maksimal qiyməti. Maksimal təcil hansı ifadə ilə təyin olunur? Bayaq dedik, çeviri üzrə hərəkətdə olduğu kimi A bərabərdir omega kvadrat, R idi, R-in əvəzinə burada x-in duracaq, yəni C variantı. 21. Düz xətt üzrə xm amplitudlu harmonik rəqsi hərəkətdə olan maddi nöqtə tam sayda rəqslərə sərf olunan tez zamanı ərzində S yolunu qət edir. Rəqsin periodu hansı ifadə ilə təyin olunur? Deməli, burada yol var, amplitud var, tam bir dövr var. Gedilən yol amplitudun 4 mislidir. Burada n saya da vuranda olacaq 4x-in vuraq n. Bu hazır düsturumuz. 4x-in vuraq. Periodun düsturunu bilirik. T böl n-dir. Kənarda yazıram. N-i buradan tapıram. Məxrəcdəkini tapanda yerlər dəyişir demişdik. Olacaq kiçik t bölünsün böyük t. Və gətirib yerinə n-in əvəzinə qoyuram. Kiçik t böl böyük t. Buradan da deməli böyük t-ni soruşur. Deməli aldıq belə bir şey. S bərabərdir 4x-in kiçik t böl böyük t. Böyük t-ni də tapanda olacaq. Məxrəcdəkini tapırıqsa yer dəyişmə olur. X 4x-in t bölünsün S. Demək 21 d olacaq. Üzr istəyirəm. 23. Riyazi rəqqasın periodun vahidi təbii ki period zamandır, vahidi saniyədir. Demək 25. Sərbəst harmonik rəqs edən cismin təcilinin proyeksiyası zamandan asılığı. Sərbəst harmonik rəqslərdə ideal olaraq D variantını götürürük. Sönən rəqs kimi qəbul etmirik. Yəni B yox, D qəbul olunacaq məsələlərdə. Çünki sürtünmə falan nəzərə alınmayacaq. 27. Harmonik rəqslərin tezliyinin zamandan asılı qrafiki. New'nun düsturu bilirik ki, n böl t-dir. Harmonik rəqslərdə demək tezlikdir, perioddur, omegadır, dövrü və ya siklik tezlikdir, dəyişmir. Ona görə də doğru cavab olacaq B bəndi. 29. Hansı tənlik qrafiki verilmiş rəqs hərəkətə uyğundur? Qrafiki verilmiş tənlik. Demək, qrafikdən gördüyümüz kimi funksiya qrafiki sıfırdan başlayıb. Sinusoiddir. Sıfırdan başlayanlar həmişə yadınızda saxlayın ki, sinusoid olur, sinus əyriləri olur. Sinusoidlər hamısı bütün variantlarda var. Amplitudumuzu görürük. Ümumiyyətlə, x-in tənliyi bu şəkildə olmalıdır. Sinusoiddirsə əgər, x bərabər xm sinus omega t. Bu həmişə belə olacaq. Əgər kosinus olsaydı, yəni müəyyən bir nöqtədən başlasaydı, məsələn 31-dəki kimi, olacaqdı ona tənliyimiz xm kosinus omega t. Yəni sadəcə olaraq bunu belə yadınızda saxlayırsınız. İndi bu hissəni siləyik. Demək ki, x bərabər xm sinus omega t yazdıq. X-in yerinə qoyuram 0,3. X bərabər 0,3 sinus omeganın yerinə 2 pi böl 1,2 düsturumuz böyük t-dir. Burada yerinə qoyuram. İndi gedirəm period tapmağa. Period dedik ki, tam bir çevrə yarananda olur. Deməli 4-dür buradan. Yazıram. X bərabərdir 0,3. Buradan yazdım. X bərabərdir 0,3 sinus 2 pi böl 4 t. 2 ilə 4 ixtisar gedəcək. Qalacaq 0,3 sinus pi böl 2 t. Doğru cavab olacaq B bəndi. 31. Demək, burada uşaqlar üzr istəyirəm. Mən burada 0,2-yə fikir vermədim. Deməli, Y variantıdır. 0,3. Burada 0,2-dir. Buna fikir vermədim. Belə, davam edirik. 31. Rəqs edən maddi nöqtənin koordinatının zamandan asılı qrafiki verilmişdir. Maddi nöqtə nə qədər müddətə 2 metr yol gedər. Deməli, nə qədər müddət deyirsə, T bərabər sual qoyuruq. Yol deyirsə 2 metr. S də yaza bilərik, L də. Demək, burada verilənlərə baxıram ki, xm var. Xm 0,4-dür. Bir də periodumuz var. Periyoda baxan kimi buradan çevrənin 4də biri, 2də biri və qalan 4də biri. Periodumuz olacaq 8. 8 saniyə. Xm 0,4. İndi biz hazır bayaqki düstura müraciət edirik. 4xm vurulsun. N idi. Onu da yerinə qoyuram. 4xm. N'in yerinə yazıram. Nə? Kiçik t böl böyük t. Bizə lazımdır kiçik t. Kiçik t-ni dairə alaraq buradan tapıram. Kiçik t bərabərdir. S vurulsun böyük t bölünsün 4xm.
Qayda belə yadınızda saxlayırdıq demişdik ki, daha rahat olsun deyə. Nəyi axtarırıqsa onun yanındakı məxrəcə düşür. Mən T-ni axtarıram. T-nin yanında vuruq şəklində 4xm qalıb. 4xm salıram məxrəcə. Yerdə qalır nə qalsa, yəni məxrəcdəki T, bir də başda, yəni bərabərliyin əvvəlinə baxırıq, sol tərəfinə. Orada qalanı götürürük. Yəni S vur T-ni. S-imiz məlum 2, periodumuz məlum nə qədər? 8 bölünsün 4, xm 0,4. 8 ilə 4-ü ixtisar edirəm 2, 2, 2, 4, 4-ü 0,4-ə bölmək 40-ı 4-ə bölmək deməkdir. Bu da 10. Buradan onu da riyaziyyatdan bilirik. Vergül sürüşdürmə üsulu. 31 olacaq A variantı. Davam edirik. 33. Demək, x bərabərdir 0,1 sinus omega t qanununa rəqs edən cismin təcilinin maksimal qiyməti, yəni AM verilib. 16 metr bölü saniyə kvadratdır. Rəqs tezliyini soruşur. Mü bərabərdir sual pi kvadratında 10 götür. Demək, mən buradan x-imi götürə bilərəm. Yəni x-imiz nə qədərdir? 0,1. Elə düstur seçək ki, AM görürəmsə, demək ki, artıq AM düstura müraciət edəcəm. 4 pi kvadrat, nü kvadrat, x-im. Bu düstur hazır düsturdur. Buradan nə lazımdır? Nünü dairə alıram. Başqa rəngdən istifadə edək. Nünü dairə alıram, nü kvadrat görürəm burada. Nü kvadratını tapıramsa, onun kvadratdan azad etmək üçün hər tərəfdən kök almaq lazımdır. Nünün yanında, sağında, solunda nə görürüksə məxrəcə düşür. Olur onda 4 pi kvadrat xm. Sağda, solda olanları götürdüm, vuruq şəklində olan. Ayım da qalxdı yuxarı, kəsrin yuxarısına, sürətinə. Deməli, yazıram. Ayı neçədir? 16 bölək 4 pi kvadratını bizə 10 verib. Vurusu xm də 0,1. Rahat bir hesablama alınacaq. 10'u 0,1'ə 1, 16 ilə 4, 4. 4'dən də kök çıxır neçə? 2. Cavabımız 2 olacaq. Yəni doğru variant A bəndi. 35. Harman rəqs edən maddi nöqtənin koordinatının yenə zamandan asılılığı x bərabərdir 1,2 sinus 5D qanunla dəyişir. Təcilin amplitudu qiyməti soruşur. AM'in düsturu hazır. Yenə də 4 pi kvadrat, nü kvadrat, xm. Nünlə də gedə bilərsiniz, amma bunu başqa yolla getmək olar. Daha rahat olsun deyə. AM bərabərdir omega kvadrat xm. Çünki burada omega var hazır. Demək, baxın, bu tənlikdə 1,2 xmdir, xm maksimaldır. Sinus 5'dir. Sinus omega t demişdik də. Deməli 5 nəymiş? Omega'ymış. Hər şey var. Omega 5, 5'in kvadratı 25, xm 1,2. 25 də 1,2'yə vururuq. Alınacaq cavab pi ilə də artıq burada cavab pi'lərlə verilib, amma yox. Demək, 30'u 1,2'yə vuranda, 1,2'dir də, bəli. 25'i daha doğrusu 1,2'yə vuranda 30 metr bölü saniyə kvadrat cavab alınacaq Y bəndi. Davam edirik. 37. Maddi nöqtənin rəqsi x bərabərdir 0,5 kosinus 10 t qanunu ilə baş verir. Sürətin maksimal qiyməti Vm soruşulur. Vmin düsturu elə düstur seçirik ki, burada yenə də x-in tənliyi olduğuna görə bu x-in maksimalıdır. Kosinusdan t arasında qalan vuruq isə omegadır. Sözlərə diqqətlə fikir verin ki, növbəti testlərdə rahat istifadə edib işləyə bilərsiniz. Vmin düsturu çeviri üzrə hərəkətdə bildiyimiz omega r, burada r yox xm, omega xm. Omegamız 10, xm 0,5. 10'u 0,5'e vuranda 5. Doğru cevap A bəndi. 39. Demək, rəqs edən maddi nöqtənin sürətinin təcilinin amplitude qiymətləri verilmişdir. Tezlik soruşulur. Deməli, hansı düstura müraciət edirik? Təcilin sürətinin. Birinci sürəti maksimaldır. Vm 2,5. AM isə 30. Elə düstur seçək ki, Vm və AM olsun, orada da tezlik olsun. V ilə A-nı birləşdirən düsturumuz var. AM bərabərdir Vm omega. Yenə də çevrəni yadınıza salın. A-nın düsturu omega V idi. Əzbərləmişdik biz onları. Omega'yı açırıq çünki nü lazımdır bizə. Omega dövrü tezlikdir. Rəqs tezliyi deyəndə nü axtarılır. Omega'nın da düsturu 2 pi nüdür. Nünü yenə dairə alın və daha tez tapın. Nü olacaq. AM bölünsün. Vm vur 2 pi'ye. Hesaplayın. AM 30. Vm 2,5 vur 2 vur 3. 30 ile 3 kısa geçsin 10. 2,5'i 2'ye vuranda 5. 10 ile da 5 2. Cevap olacaq 2. Doğru variant D bəndi.
41. Rəqs periodu verilib bizə T0.5 saniyə. 5 saniyə ərzində rəqs edən cisim, yəni rəqqas nə qədər yol gedər? S bərabərdir sual. A isə amplitudu, cavab A ilə verilir. Deməli, biz bilirik ki, 4A vurulsun N'dir. S-in düsturu. N'in də yerinə bayaqki yazdığımız kimi kiçik T bölü böyük T qoyuruq. Buradan S-i tapırıq. 4A vurulsun, kiçik T 5, böyük T isə 0.5. 5-i 0.5-ə bölmək, 50-ni 5-ə bölmək deməkdir. O da eləcək 40A. Doğru cavab Y. 43. Harmonik rəqs edən cismin sürətinin proyeksiya zaman asılı qrafiki verilmişdir. Rəqsin amplitudu soruşulur. Yəni XM və ya A da deyə bilərsiniz. Burada gördüyünüz qrafik V-nin qrafikidir. Deməli, bu 6 V-nin maksimaldır. Demək, V-in verilib 6. İndi burada məsələlərin əksəriyyətinə period lazımdır. Yenə bu çevrənin 4-dən 1 hissəsidir. Belə götürün. Sonra yarısı bu hissəni götürdüm. Bir də digər 4-də 1-i bura. Tamamlandı, çevrə oldu. Deməli, tamamlama 0.4-də bitdi. Demək, periodumuz 0.4 imiş. Elə düstur seçək ki, bu kəmiyyətlər iştirak etsin. O da V-in bərabərdir XM omega düsturudur. Omeganı da yenə açıram. 2pi böl böyük T. Lazım olan kəmiyyət XM-dir. XM-i dairə alıb tapıram. XM bərabərdir. 2pi düşür məxrəcə, yəni yanındadır. V-in vur T isə sürətdə qalır. VM 6, periyod 0.4, 2 vur 3, 6'lar gelir. Doğru cavab 0.4 metr. Cavab alandan sonra təşrişə düşməyə ehtiyac yoxdur. Yəni baxırsınız ki, burada 0.4 metrdir, amma cavabı yoxdur. Deməli, burada 40 nəsə sizə məlumat verəcək. 40 görürsünüz vahidinə, santimetrdir. Deməli, metri də cavabda demək, santimetrə çevirmək lazım imiş. 45. Harmoni rəqs edən cismin sürətinin proyeksiya zaman asılı qrafiki verilmişdir. Cismin təcilinin amplitud qiyməti soruşulur. AM bərabərdir sual. Yenə də V-nin qrafik olduğuna görə VM-dir. Periodu yenə seçirəm. Hissələri götürürəm. 0.4. Demək, AM bərabərdir. Biz VM omega düsturuna müraciət edirik. Yenə də omeganı açırıq. 2pi böl böyük T kimi. Lazım olan kəmiyyətimiz nədir? Təcilin maksimalıdır. AM bərabərdir. VM 4. 2 vur pi 3. Bölünsün periyod nə qədər? 0.4. 4 ilə 0.4 ixtisar etsə 40 bölü 4 10. O da eləcək 60. Cavab olacaq Y. Diqqətsizlik edib 6 da seçə bilərsiniz. Hesablamanı həmişə səbirlə eləyin. Çünki bir dənə 0, bir dənə vergül səhvi, yəni nəticənizin aşağı olmasına təsir edə bilər. Səbəb ola bilər daha doğrusu. 45 Y. 47-yə baxaq. Burada harmonik rəqs edən 200 qram kütləli həmin çevirmə edirsiniz. Qramı kiloqrama keçirsiniz. 1000-ə bölürsünüz 0.2 kiloqram. Tam enerji soruşulur. Tam enerji ümumiyyətlə maksimal qiymətlərlə ifadə olunacaq. Əgər məsələn burada təcil maksimumdursa, təcil maksimum o zaman olur ki, məsələn deyək ki, bu riyazi rəqqasdır. Riyazi rəqqas tarazlıqdan çıxdı, ən yüksək nöqtəyə qalxdı. Burada X amplitud yəni maksimum olacaq. Amplitud maksimumdursa, X kosinus qanunla dəyişdiyinə görə XM kosinus omega T idi. Onda təcildə tapmaq üçün X-dən 2 tərtib teorem alırsınız. Bir tərtib teorem alsanız kosinus teoreməsi sinusa çevriləcək. Bir də teorem alsanız yenidən kosinusa gələcək. Demək belə çıxacaq ki, təcildə mənfi XM omega kvadrat kosinus omega T olacaq. Yəni bu o deməkdir ki, hər ikisi kosinus qanunla dəyişirsə, hər ikisi eyni anda maksimum qiymət alır. Belə çıxır ki, təcildə maksimumdur, qüvvə də maksimumdur burada. Çünki təcillə də qüvvə əlaqəlidir axı, F-in düsturu MA. Və potensial enerji maksimum olacaq. Deməli, tam enerjini biz demək tapanda burada təcil iştirak edən düsturlara məsələn müraciət edə bilərik. O da qüvvə ilə geçsək daha yaxşı olar. Fm kvadrat, F kvadrat böl 2K düsturumuz var idi əslində. Yəni o amma əlverişli olmayacaq. Gəlin başqa bir ifadəyə müraciət edək. Məsələn MVM kvadrat böl 2. VM-in yerinə bunu niyə ifadə elədim? Çünki tam enerji istənilən enerjinin maksimum qiymətində. Biz burada deyirik potensial maksimumdur, amma siz kinetik görürsünüz. MV kvadrat böl 2. İndeksi M olanda artıq bu tam enerji demək, kinetik enerji demək deyil. Və MVM kvadrat böl 2-dən də M var. VM-i elə ifadə edək ki, AM-lə alınsın. Çünki bizə verilən AM-dir.
Biz bilirik ki Vm Am omegadır. Am daha doğrusu bərabərdir Vm omegaya. Buradan Vm'i tapanda Am bölünsün omega olur. Gətirib burada yerinə qoyuram. Am bölünsün, daha doğrusu Am yox, artıq kvadrat. Çünki Vm'in kvadratı. Am bölünsün 2, Am'in kvadrat bölünsün 2 omega kvadrat. Mesela burada qiymat hesablamaq lazımdır. Kütlə 0,2 vurulsun. Am'in kvadratı, yəni 60 vur 60. Mən belə yazıram. Hesablama rahat olsun. Bölünsün 2. Omeganın kvadratı. Artıq omeganı bilmirik. Omeganı necə təyin edirik? Omega bilirik ki 2 pi böl böyük t'dir. Periodu yenə baxan kimi görürsünüz. 0,4'dür. 2 vur pi 3 6 bölünsün 0,4. Elə bir 60 böl 4'dür 15. 15'in kvadratı olacaq. Yəni 15 vur 15. İkisi rahat olsun deyə belə yazmaq daha əlverişlidir. Demək mən 0,2 ilə bunu 2'ni ixtisar eləsəm, burada bir 10 düşəcək məxrəcə və 20 qalacaq məxrəcdə. 20 yox, 10 daha doğrusu 10. 15 ilə 60 ixtisar edirəm 1 4. Bu 60-dan bu 15 ixtisar edirəm 1-də 4. Burada qalacaq 10'da 16. 10'da 16 nə deməkdir? 1,16 joule deməkdir. Doğru cavab 47-də Y olacaq. Gəldik 49-a. 49. Deməli, harmon rəqs edən cismin təcrübə prosesi zamanı asılı qrafik verilmişdir. Rəqsin amplitudu soruşulur. Yəni amplitud xm'dir. Xm bərabərdir sual. Am'in düsturuna müraciət edirəm. Am elə düstur seçək ki, xm iştirak etsin. Xm omega kvadrat və ya omega kvadrat xm bilir ki, vurğuların yerini dəyişəndə hasil dəyişmir. Omeganı da açıram 2 pi böl t kimi. Onu da kvadrata yüksəldirəm. Bir dəqiqə. Deməli 2 pi böl t, onda kvadratı 4 pi kvadrat böl t'nin kvadratı. Vəssalam, qoymaq və hesablamaq lazımdır. Daha doğrusu bizdən amplitudu soruşur. Gəlin amplitudu dairə alaq. X'ini tapaq buradan. Am vurulsun t kvadrat bölünsün 4 pi kvadrat. Bərabərdir. Qoyuram. Am'in yerinə neçə qoyaq? Am bizdə bax 36'dır. 36 vurulsun. Periyodumuz 0,4'dür. Yəni də tam bir dövrə götürürəm. 0,4 vur 0,4 bölünsün 4 vur 3. 3'ün kvadratı 9. Demək 36 ilə 9 ixtisar gələcək 4. 4 ilə 4 ixtisar gələcək. 0,4 0,4'də 0,116 metr. Yenə də tələsmirik. Cavab santimetrlə verildiğinə görə 16 santimetr doğru cavab A bəndə olacaq. 9A. 51'ə baxırıq. Deyir, harmon rəqs edən maddi nöqtənin rəqs periyodunu 3 dəfə artırdıqda tam mexanik enerji necə dəyişər? Deməli, tam enerji üçün düstur seçirik. Elə düstur seçək ki, amplitud iştirak eləsin. Demək, onda MVM kvadrat bölü 2 ilə geçsək, V'min də yerinə yazıram MVM kvadrat bölü 2, yəni kinetik enerji maksimalı ilə. V'min də yerinə xm omega qoysaq, onda kvadrata yüksəlsək, xm kvadrat, omeganı da atsaq 2 pi bölü t kimi olacaq, 4 pi kvadrat bölünsün 2 t'nin kvadratı. Sabitləri dairə alaq götürək. Kütlə sabit, çünki rəqs edən cismin kütləsi dəyişəsi deyil. Xm özü verib sabit. 4 pi kvadrat sabit, xm sabit. T ilə kvadratı təşdir. Bu 3 dəfə artarsa, deməli, tam enerji 3'ün kvadratı, yəni 9 dəfə azalacaq. Çünki tərs asılı məxrəclərdir. 9 dəfə azalar variantı da demək B bəndindədir. 51B. 53. Harmon rəqs edən cismin koordinat zamanı asılı qrafiki verilmişdir. Yəni x'in t'dən rəqs edən cismin impulsun proyeksiyası. Deməli biz impulsa keçməli. Impulsun düsturu bilirik ki, PMV-dir. Burada x'in qrafikini görürsünüz, müəyyən bir nöqtədən başlayır. Bu kosinusoid deməkdir. Xm kosinus omega t. Biz sürətə keçməliyik, çünki V lazımdır. V-ni tapanda x-dən bir tərtib teoremi alırıq. O da olacaq, teoremi alanda bilirik ki, kosinus teoreməsi mənfi sinusdur. Olur Vm, demək, V-ni yerinə yazıram. Xm omega, omega çıxır qarşıya, kosinus omega t-nin teoreməsi sinus omega t. Və qarşıda da bir dənə mənfi olmalıdır. Mənfi alınan belə bir ifadə olur. Mənfi xm omega sinus omega t. Demək, belə çıxır ki, demək, impulsun yerinə yazsaq, olacaq mənfi mvm. Bu xm omeganı da vm yaza bilərsiniz. Çünki vm-in düsturudur axı. Sinus omega t.
Belə alınır ki, burada mənfi sinusoid var. Qarşıda mənfiyə baxın. Mənfi sinusoid. Sinusoid sıfırdan başlayır. Mənfi olduğuna görə mənfi sinusoid. Müsbət sinusoid ümumiyyətlə burada yoxdur. Olsaydı belə olacaqdı. Bu müsbət sinusoiddir. PXT belə ola bilərdi. Amma bizdə mənfi var qarşıda. Ona görə Y variantı seçirik. 55. İmpulsun zamanı asılı qrafiki verilmişdir. Rəqs edən cismin koordinatının zamanı asılı qrafikini istəyir. Deməli, biz fikirləşməliyik ki, bu impuls P bərabərdir. PM kosinus omega T şəklində verilir. Koordinat onun tərsi. Yəni, koordinat nəymiş ki, onun törəməsi müsbət kosinusu verib. Bu riyaziyyatla əlaqəlidir bir növ. Qabaqlama geri qalma ilə da gedə bilərik. X-də demək, biz fikirləşməliyik ki, nəyin törəməsi, hansı fiziki kəmiyyətin törəməsi kosinusu verir. Mənfi sinusun. Daha doğrusu sinusun törəməsi. Onda x-in tənliyi belə olmalıdır. X-im sinus omega t. Həqiqətən də impulsu tapanda bayaqki 53 testdə izah etdim ki, impuls PMV-dir. Yəni V-yə bağlı. V də x-in törəməsidir. Deməli, x nə olmalıdır ki, onun törəməsi kosinusoid versin. Deməli, sinus olmalıdır. Diqqətdən qulaq asın. Burada ola bilər qarışdırarsınız, tələsməyin. Həmişə səbirlə qulaq asın, onda başa düşərsiniz. Deməli, bu olmalıdır. Sinusoid. Sinusoid doğru cavabdır. D bəndi. 55-dir. Burada belə bir yanaşmada deyə bilərəm mən sizin üçün. Deməli, belə də yanaşa bilərsiniz. Biz keçən dərsimizdə dedik ki, məsələn, x-in t-dən asılı sinusoiddir. Tutalım ki. Təcilə keçəndə bir tərtib törəmə alırdıq. Təcil, daha doğrusu sürətə keçəndə bir tərtib kosinus x-dən törəmə alırdıq. Sinusun törəməsi nə idi? Kosinus. Deməli, belə olmalıydı. Təcilə də keçəndə yenidən sürətdən bir tərtib törəmə alırdıq. Sürətin də törəməsi, yəni sürət kosinusoiddir. Törəməsi də bizə mənfi sinusu verəcək. Kosinus törəməsi mənfi sinusu. Belə baxanda görünür ki, mən bu xt qrafikin üzərində VT-ni çəksəm, V-yə görürsünüz, müəyyən bir nöqtədən başlayır. Müəyyən bir nöqtə buradadır. Onda belə çıxır ki, sürət koordinatı pi/2 qədər qabaqlayır. Təcillə baxın, təcildə çəksəm, təcil də buradan sıfırdan, mənfi sıfırdan başladığına görə bura düşür gəlir. Deməli, təcildə sürət pi/2 qədər qabaqlayır. Yəni, siz pi/2 qabaqlama ilə də elə bilərsiniz. Impuls soruşan kimi sürət ağlınıza gəlsin. Demək, belə çıxır ki, sürət onu pi/2 qədər qabaqlamalıdır. Pi/2 qədər qabaqlasa, yəni, demək, bu pi/2 qədər qabaqlayıb, hansı ki, gəlib kosinusoid olub. İndi mən burada yox, burada göstər. Bir saniyə göstərəcəm indi. Baxın, indi x-in qrafikində bir pi/2 qədər qabağa sürüşsək, p bu şəkildə olur. Fikir verin, müəyyən nöqtəyə düşür, bununla uzlaşır. Amma məsələn, mən x qrafikini bunu götürəsi olsam, onda bu belə başlamalıdır. Belə başlamıraq, sıfırdan başlamır. Ona görə də bu Y doğru variant deyil. Eyni zamanda xt qrafiki buna da baxsaq, bir demək sürətdə, impulslu sürət kimi baxsaq, pi/2 qədər qabaqlamalı olduğu halda qabaqlasa gəlir funksiya qrafiki bu şəkildə olmalı, alınır. Mənfi sıfırdan, amma bu mənfi sıfırdan başlamır, müəyyən nöqtədən başlayır. Buna görə də doğru cavab deyildi. Hər hansı bir yanaşma ilə geçsəz də nəticəmiz doğru olacaq. 57. Deyir ki, harmoni rəqs edən cismin koordinat zaman asılı qrafiki verilmişdir. Qrafikin 1-2 hissəsinə uyğun müddətdə cisim necə hərəkət edər? Buradan görünür ki, demək ki, gəlin belə bir şey edək. Bunu riyazi rəqqas kimi təsəvvür edək. Harmoni rəqs edən rəqqasdır, onu riyazi rəqqas qəbul edə bilərsiniz. Burada görürsünüz ki, bu maksimum, birinci x maksimumdur. Sonra gəlir 2-yə, 2-yə gəlib çatanda elə bil ki, amplitud sıfıra düşür. X maksimum nə deməkdir? Amplitud maksimumdur. X-in maksimumundan X-in sıfırına düşürük. X maksimum olan yerlərdə biz bayaq dedik ki, təcildə maksimum olacaq. Demək, təcildə maksimum olacaq. Amma tarazlığa doğru gəldikcə sürət maksimumlanır. Onda belə çıxır ki, bu sürəti artana doğru gəlir. X sıfır olanda sürət maksimum olur. O da riyaziyyatdan yenə alınır. Çünki sinusla kosinus siz bilməlisiniz ki, bir-birinə tərs əlaqəlidir. Məsələn, x sinus qanunla dəyişirsə, sürət onun törəməsi olduğuna görə kosinus qanunla dəyişəcək. Biri digərinin əksisdirlər. Ona görə də 1-dən 2-yə gəlirsə, 1-dən 2-yə gəldikcə x azalır. X azalanda yadınızda saxlayın ki, sürət artır, təcil azalır. X-lə A eynidir, amma V x-lə eyni deyil, tərsdir. Deməli, V artır, yeyinləşəndir.
azalan təcillə. Azalan təcillə yeniləşənin cavabı seçirik. Yəni 57 olacaq C bəndi. 59. Deyir, harmon rəqs edən cismin koordinat zaman asılı qrafiki verilmiş, təsvir edilmişdir. Qrafikin hansı nöqtələrinə cismin sürəti modulcu ən böyükdür? Dedik ki, x-lə sürət tərsdirlər. V maksimum olması üçün x 0 olmalıdır. X-in 0 olduğu nöqtə, baxın bura, 2 və 4. Həqiqətən də baxın, görürsünüz 0-a gəlir. Və ona görə də doğru cavab 2 və 4-ü seçirsiniz. 59 olacaq D bəndi. Gəldik 61-ə. Harmon rəqs edən cismin maddi nöqtənin koordinat zaman asılı qrafiki verilmişdir. Grafikin AB hissəsinə uyğun zaman ərzində maddi nöqtə necə hərəkət edər? Deməli, baxın, A nöqtəsində x maksimumdur. Baxmayın ki, yəni sol kənar vəziyyəti, ya sağ kənar vəziyyəti. Yəni, x maksimumdur burada. A-dan B-yə gəlir. Yəni, x azalır get-gedə. X azalanda dedik ki, sürət nə edir? Artır, təcil azalır. X azalırsa, belə deyin də, x azalırsa, ən rahat. X-im azalırsa, təcil də azalır. Təcil azalır, sürət nə edir? Artır. Burada ikisi eyni, bu onlara tərsdir. Eyni zamanda impuls da sürətlə eynidir. Kinetik enerji də impulsla eynidir. Sürətlə eynidir. Yəni, bunlar birdir. Qruplaşdıra bilərsiniz, yəni kəmiyyətləri. Demək, onda doğru cavabı nə seçirik? A, sürət yeniləşənlərdən biridir, amma azalan təcillə. Deməli, doğru cavab B-dir. Azalan təcillə yeniləşən. Azalan təcillə yeniləşən B-dəndir. Sonra 63. Deyir, harmon rəqs edən cismin yenə koordinatın zamana asılı qrafiki verilmişdir. Rəqsin tezliyini soruşur. Tezlik nödür? Nü də 1/T-dir. Biz periodu baxan kimi şəkildən, həmişə şəkildən periodu görürsünüz. Period bilindən sonra təbii ki, tezliyi tapmaq asandır. Yenə də çevrə yaradıram. Gəlir, bax, 0,4-ə düşür. 1/0,4 10/4 deməkdir. O da 2,5 Hz. Doğru cavab B. 63 B. 65. Demək, Euler-Venn diaqramından mexaniki rəqsin kinetik enerjisinin zamanla asılı grafikin verilmiş hissələrində fiziki kəmiyyətlər üçün uyğun bəndləri müəyyən etmək lazımdır. 1-2 hissəsinə baxaq. 1-2 hissəsində görürsünüz, kinetik enerji sıfıra doğru gedir, azalır. Ox aşağı baxın, sıfıra doğru gəlir. Kinetik enerji sıfıra doğru gəlir. Demək, kinetik enerji qrupuna daxil idi nə? Kinetik enerji, sürət, impuls. Bunlar daxil idi. Demək, bunların hər üçü azalacaq. Kinetik enerji azaldığına görə üçü də azalacaq. Onda deyirik ki, demək, bir dəqiqə, bizə lazımdır kinetik enerji 1-2 hissəsinə. 1-2 hissəsində bunlar azalanda o birisi kəmiyyətlər, yəni digər qrupa x-dir, təcildir, qüvvədir, bir də potensial enerjidir. Bunlar maksimumlanır, artır. Yəni, bu 4 kəmiyyət, kafe kimi yadınızı saxlaya bilərsiniz. Kafe 1-dir, 3 kəmiyyət, web 3-ü də 1-dirlər. Yəni, bunlar eyni anda artır, eyni anda azalır. Belə, demək, bunlar azaldısa, VPY azaldısa, Y potensial nə etməlidir? Artmalıdır. Potensial enerjinin qiyməti artır. 1-ə seçdik 4-ü. Birinciyə 4-ü seçdik. Bir də ona o potensial enerji qrupunda daxildir. Burada təcil. Deməli, potensial enerjinin təcil artacaq. 2 və 4 seçdik. 2 və 4. 2 və 4 olan variant bir dənə A-dadır. Amma biz indi belə etməyək. Gəlin, digər variantlarda yoxlayaq. A bəndini seçdik artıq. İndi gəlin, baxaq. İkincisi, 2-də. 2-3 hissəsində. Dedik ki, 2-3 hissəsində nə baş verir? Görürsünüz, get-gedə kinetik enerji artır. Kinetik enerji artanda sürət də artacaq, impuls da artacaq. Deməli, onda 2-yə, yəni 1-3 aiddir. 1 və 3. Aha, ortaya isə 5. Çünki tam enerji hər bir halda sabitdir. Doğru variant 65-də olacaq. A bəndi. 67. Eyni məsələdir, eyni tip məsələlərdəndir. Euler-Venn diaqramında mexaniki rəqsin koordinatının zaman asılı qrafiki verilmiş, qrafikin verilmiş hissələrində fiziki kəmiyyətlər üçün uyğunluğu məlumatdır. Fikir verin, burada 0-1 hissəsinə baxıram. 0-1 hissəsinə baxın, x artır. 0-1-də x artır. 0-1-də x artır. X-ə daxil olan kəmiyyətlər A, deməli təcil də artacaq, təcil artır, potensial enerji artır. 3 və 4. 1-ə 3 və 4-ü seçirik. Bir dəqiqə, səhv seçdim. 2 və 4-ü. 1-ə 2 və 4-ü seçirik.
Aha. Sonra 2 ve 4'ü 1'e seçdik. Cavab çıxır artıq. Y variantı olur. Amma biz yenə də dediyim kimi davam edirik. 2-3 hissəsinə, ikinciyə baxırıq. İkincidə demək 1-2 hissəsi. 1-2 hissəsində x azalır. X azalırsa, deməli x-ə daxil olmayan kəmiyyətlər artacaq. V, P, Y. Bunlar artacaq. Y kinetik daha doğrusu. İndi gəlin baxaq. Artır onda sürət və kinetik enerji. 1 və 3 2-yə aiddir. 2 və 4 1-ə aiddir. Yenə də tam enerji sabit qalır. Bu ortaya aiddir. Bunda doğru cavab Y'dir. 69. Kütləsi 2 kiloqram olan cisim. Koordinatın zaman asılığı verilmiştir. Burada x'imi götürə bilərəm. Yəni x'in tənliyi də 0.4 x'in maksimalıdır. Omega bizdə 5'dir. Bu isə 3 isə 0'dır. Yəni fazanın başlanğıc qiyməti. Tam enerji soruşulur. Tam enerjinin hansı düstura müraciət ilə? Yenə də mvm kvadrat bölü 2. Deyə bilərsiniz ki, vm yoxdur. Vm'i tapasınız burada. Xm omega ilə. Yazıram onda. Vm'in yerinə xm omega olur. Xm omeganın kvadratı böl 2. Və salam hesablama edirik. Kütlə 2. Xm 0.4. Onda kvadratı 116. Omeganın kvadratı 25 bölünsün 2. 2'ler getdi. 116, 25. 25'i də 116'ya vurun. Bu şəkildə. 4. Cavab olacaq 4 joule. Yəni Y variantı. Gəldik 71. Harmon rəqs edən cismin sürətinin zaman asılı qrafiki verilmişdir. Cism nə qədər vaxtı kilometr yol gedər? Bilirik ki, gedilən yolun düsturu. Bir saniyə. S bərabər. S bərabərdir 4 xm vurulsun n'dir. N'in yerinə qoyuram 4 xm, n'in yerinə qoyuram kiçik t böl böyük t. Biz bunu bayaq da eləmişdik. Demək bizə kiçik t lazımdır. Kiçik t'ni tapanda s vurulsun böyük t bölünsün 4 xm. S məlum. S məlum 2 metr. Period yenə məlum 4 saniyə. Bölünsün 4. Xm məlum deyil. Xm necə tapım? Burada görürük ki, Vm verilib. Yəni V'nin qrafikinin üzərində maksimum qiymət Vm olur. Vm 3'dür. Vm'in xm omegasından buradan xm'i tapıram. Xm Vm böl omegadır. Omeganın da yerinə 2 pi böl t qoyuram. T qalxır yuxarı. Və gətirib burada nəzərə alacağım. Vm nə qədərdir? 3. Period yenə 4. 2, 3. 3'lər getdi. T'lər 4'ü getdi. 2. Məsələn, məlum. 2, 4, 4, 2. Cavab olacaq 1 saniyə. İxtisarlar gelir. Doğru cavab olacaq. Deməli, A bəndi. 71A. Davam edirik 73. Deməli, maddi nöqtə tarazlıq vəziyyəti ətrafında x bərabərdir 10 kosinus 5D qanunu rəqs edir. Maddi nöqtə tarazlıq vəziyyətinə 6 cm uzaqlıqda olan anda sürətin modulu soruşulur. Deməli, burada nə edirik? Sürətin modulu soruşur. Sürətin modulu, daha doğrusu V modulda bərabər sual. X tənliyi verildiyi halda biz sürətə keçə bilərik. Yəni sürət soruşduğuna görə. Necə keçirdik? V-yə keçmək üçün X-dən bir tərtib teorem alırdıq. Demək 5 qarşıya çıxır. Yəni də 5D-dən bir dəfə teorem alıram. 5D-nin teoreməsi 5-dir. Onu vururam 5-ə. Kosinus 5D-nin teoreməsi isə mənfi sinus 5D-dir. Sinus 5'dir. Mənfini qarşıya yazdım. Aha. İndi mənə lazımdır V. V-ni tapmaq üçün sinus 5'də yoxdur. Onu necə təyin edeyim? Demək, X də verilib ki 6 cm. Gətirib X-in yerinə 6 qoyaraq, 6 bərabərdir 10 kosinus 5D-dən. Mən kosinus 5D-ni taparaq, yəni bu artıq riyaziyyatdır. Kosinus 5D-ni tapanda 6-nı 10-a bölürəm, 0.6. Kosinus 5D məlumdursa sinus 5D-ni tapmaq olar. Əsas trigonometrik enlik bilirsiniz ki, kosinus kvadrat alfa üstəgəl sinus kvadrat alfa bərabərdir 1-ə. Onda belə çıxır ki, mən sinus 5D-ni, yəni sinus alfanı, sinus 5D, sinus alfa kimi baxın. Tapanda kök altında 1-dən kosinus kvadrat omega 5D-ni çıxmalıyam. Kosinus 5D-ni də tapmışam 0.6. 1-dən 0.6-nın kvadratı, yəni 0.36-nı çıxanda 0.164 qalır. Ondan da kök çıxır 0.8. Və salam, hər şey məlum. V-ni tapanda nə edəcəm? Mənfi 50 vurulsun. Sinus 5D-dən aldım 0.8. Bu da eləyəcək nə qədər? Demək, bir onluq bura verim 40. 40 metr böl
daha doğrusu santimetr böl saniye, amma mən bunu metr böl saniye keçməliyəm. V modulu da onun olduğuna görə mənfidən müsbət çıxacaq. Bu da eləyəcək 0,4 metr böl saniye. Doğru cavab olacaq B. 73. Gəldik 75-ə. 75-də nə deyir bizə? Deyir, harmoni əks edən cismin koordinat zaman asılı qrafiqi verilmişdir. Hansı ifadələr doğrudur? 1, 2 və 3, 4 hissələrində, yəni 1, 2 və 3, 4 hissələrində təcilin modulu azalır. Deməli, 1, 2 və 3, 4 hissələrində təcilin modulu azalır. Bu yanlışdır. Çünki x artırsa biz dedik ki, xafif belə yadınızda saxlayın. X artanda 3, 4-də də x artır. Deməli, təcil artmalıdır, səhvdir. 1, 2 və 3, 4 hissələrində təcilin modulu artır, doğrudur. 2, 3 və 4, 5 hissələrində potensial enerji artır. 2, 3-də x azalır. X azalırsa potensial enerji azalmalı. Çünki bir qrupdadırlar bunlar. Ona görə də 3-də yanlışdır. Qalır 2 və 4. Doğru cavab 2, 4. Sonra 77. Harmoni rəqs edən cismin təcilin praksi zaman asılı qrafiki verilmişdir. Sürətin amplitud qiyməti soruşulur. Bu asandır artıq. Bayaq işlədiyimiz testlərdəndir. AM bərabərdir Vm omega düsturuna müraciət edirəm. Omeganı da açıram. Vm 2pi böl böyük T. Buradan deməli Vm-i soruşduğuna görə Vm-i dairə alıb tapıram. Vm bərabərdir AM vurulsun T bölünsün 2pi. Demişdim də hər dəfə ki, Vm-i axtardığımızın yanındakı məxrəcə düşür. Yerdə qalansa surətdə qalacaq. AM nə qədərdir bizdə? Təcil amplitud qiyməti 30. Böyük T-miz, periodumuz baxan kimi yenə görəcəyik ki, 0,4 bölünsün 2 vurulsun 3, yəni 6. 30-dan 6 qısa gedir. 5, 5-də 0,4-ə vuranda doğru cavab olacaq 2 metr böl saniyə. 79. Yəni impuls. İndi bizdən soruşur. Harmoni rəqs edən 300 qram kütləli çeviririk kiloqrama 0,3 kiloqram kütlə verilir. Sonra cismin təcilin praksi zaman asılı qrafiki verilmişdir. Cismin impulsunun maksimal qiyməti PM. PM-in düsturu VM'dir. VM yoxdur. VM necə tapım? AM VM omegadır. Bilirik ki, AM bərabərdir VM omega. VM buradan tapanda olacaq M vuraq. VM-i tapanda AM bölünsün omega. Omeganı da bilirik ki 2pi böl T'dir. Çünki bu məsələlərdə qrafik olanda period görünür. Omeganı siz bilmirsiniz. M vuraq AM, omeganı da yerinə 2pi böl böyük T. T qalxdı yuxarı. Kütlə M 0,3 vuraq AM 90 vurulsun böyük T, yəni 0,4 bölünsün 2 vur 3, 6. Mən burada nə edərdim? Bundan ixtisar edərdim. Bir onluq da buradan götürərdim. Qalardı burada 90. 0,4 mən də 2-ni ixtisar edərdim. 0,2. 9 da 0,2. Cavab olacaq 1,8. 1,8 kiloqram vur metr böl saniyə. Impulsun vahidini yazıram. 1,8. 81. Harmoni rəqs edən 200 qram kütləli, yenə 0,2 kiloqram. Sürəti V bərabər 3 kosinus 5 pt qanunla dəyişir. Təsir edən maksimal qüvvə. Qüvvənin düsturu bilirik ki, F maksimal M-A-M-dir. M-A-M-in yerinə nə yazırıq? VM omega. Kütlə var 0,2. V-min yerinə, bax görürsünüz, V-nin tənliyidirsə, bu V-nin maksimaldır. Bəzən uşaqlar XM kimi götürür. Xeyr, V-nin tənliyi verilirsə, bu VM-dir. A-nın tənliyi verilərsə o AM olacaqdı. X-in tənliyi verilsəydi XM olacaqdı. Hansı tənlik verilirsə onu maksimaldır. Demək, VM-in yerinə qoyuram 3. Omega da var. Yəni kosinusla T arasında qalan vuruq 5pi. Pi-in də yerinə 3 qoyuram. Hesablama edirəm. 0,2 5-ə vuranda 1, 3-ü də 3-ə vuranda 9. Cavab olacaq 9 Newton. Demək, bu 81 idi. Sonra 83. X oxu üzrə harmoni rəqs edən maddi nöqtənin təcili bu şəkildə verilmişdir. A 20 sinus 2 pi-t. Görürsünüz, yenə A-nın tənliyidirsə, deməli A M-dir bu. Omega da 2 pi-dir. Rəqsin amplitudu soruşulur. Deməli, AM-in elə düsturunu seçək ki, orada deməli iştirak eləsin amplitud. Amplitud nədir? XM. Omega kvadrat XM-ə müraciət edək. XM-i də tapanda XM bərabərdir AM bölünsün omeganın kvadratı. Omeganı da açıram. 2pi böl T'dir. Onu da kvadrat yüksəldirəm. 4pi kvadrat böl T'nin kvadratı olacaq. AM nə qədərdir? 20. T'nin kvadratı, periodun kvadratı.
Yox, mən burada bunu açmağa heç ehtiyac yox idi. Yəni buna qəti ehtiyac yox idi. Yəni biz bunu açmayaq. Çünki hazır omeqamız var. Yəni bu özümüzə iş açmaq deməkdir. Yeni iş açmaq. Deməli ayım nə qədərdir? 20. Bir saniyə. 20 bölünsün omeqanın kvadratı, yəni 2pi-nin kvadratı olur 4pi kvadrat. Onsuz da bizə pi kvadratını 10 verib. 20 bölünsün 4 vuraq 10. Bunlar ixtisar gedir. 2, 4-dən də 2 ixtisar gedir. 4-dən 2-ni ixtisar gedir hazır. Bu da eləcək 0,5. Demək ki 83 olacaq 0,5. Gəldik 85. 85-də deyir ki, harmoni rəqs edən cismin koordinatı zaman asılı qrafik üçün lahizələrin uyğunluğunu müəyyən edin. Bir nöqtəsi. Bir nöqtəsində görürsünüz x maksimumdur. X-in ən böyük qiymətidir. X maksimumdur. X maksimum olanda sürət 0 olur. Deməli 1-ə uyğundur A. 1-ə uyğundur A. Sonra sürətin moduluma ən böyükdür. O da x-in 0 olduğu nöqtədir. Çünki bilirik ki, x qrupuna daxil olur bu kəmiyyətlər. Potensial. Əks qrupa daxildir və PY. Bunlar. Deməli, 2 nöqtəsində x görürsünüz 0-dır. X-in 0 uyğundur. X 0 olanda V maksimum olur. V maksimumsa deməli, uyğundur 2-yə B. Təcilin modulu 0-dır. Harada? Yenə də x 0 olduğu yerdə. X 0 olduğu yerdə deməli 2-yə uyğundur. 2-yə uyğundur onda bir də nə? Deməli 2-yə uyğundur. Təcil 0 olur. C. Dəqiqə. C. Sonra cismin təcili ən böyükdür. X-in maksimum olduğu yerdə, yəni 1-ə uyğundur. AD, BC. 1-ə AD, 2-ə BC. 87-yə baxaq. Uyğunluğu müəyyən edin. Harmoni rəqs edən maddi nöqtənin impulsunun proyeksiyasının, yəni Px-in zamana asılı qrafiki, yəni T-dən asılı qrafiki vermişdir. T rəqsin periodu A əvəzləyici qüvvəni gördüyü iş. YK kinetik enerjisidir. 0T1 intervalında 0T1'ə baxmış olur. İmpuls artır. P artırsa P qrupundakı P hansı qrupdadır? Bu qrupdadır. Web qrupundadır. VP YK. Deməli P artırsa onda bunlar da artacaq. V kinetik enerji artır. Kinetik enerji artır 1'ə A. Sonra 1'ə A. Sonra nə? İş müsbət. Kinetik enerji artırsa yadınızda saxlayın. Kinetik enerji haqqında teoremə görə A delta Y kinetikdir. Onda iş müsbətdir. Deməli A və C. 2T1 T2 intervalında gördüyünüz kimi impuls azalır. İmpuls azalırsa onda bizdə kinetik enerji azalacaq. B. İş mənfi olacaq. D. Bir period ərzində isə iş görülmür. Yer dəyişmə 0'dır. Y. 89. Burada 88'ə də baxın, fərqli sualda ona görə. Deməli, uyğunluğu müəyyən edin. Maddi nöqtə x bərabər 0,5 sinus 6 pi-t plus pi bölü 3 metr qanunlu harmoni rəqs edir. Rəqsin amplitudu verilib 1'ə A. 0,5'dir. Bu x-in. Sonra rəqsin dövrü tezliyi, yəni omegası. Omegası 6 pi-dir. 2'yə C. Omega bu. Sonra başlanğıc fazada, bax budur, fi 0'dır. Fi 0'da pi bölü 3'dür, yəni Y. Deməli, 88'də olacaq. Onda cavabımız nə? AC, Y. Gəldik 89. Yenə uyğunluq müəyyən etmək lazımdır. Harmoni rəqs edən maddi nöqtənin koordinatının zaman asılı qrafiki verilmişdir. Qrafikin AB hissəsində. A'dan B'yə gəldikcə x azalır. Görürsünüz, x 0'a doğru gəlir. X azalır. X azalırsa təcil azalır. Potensial enerji azalır. Qüvvə azalır. Deməli, AB hissəsində azalanlar demək, AB hissəsində potensial enerji azalırsa, kinetik enerji ona əks qrupdur. Ona görə artacaq. Kinetik enerji artır. AB hissəsində 1'ə C, yəni C, 1'ə C uyğundur. Sonra 2 BC hissəsində. BC hissəsində gördüyünüz kimi x artır. X artırsa potensial enerji artır. 2'ə B uyğundur. 2'ə B. Bir də təcil artır. X artan yerdə. AC. A, B bağışlayın. A və B. 2'ə A, 1'ə C, 2'ə A, B açıq yazaq. 3'ə. 3'də isə bizdən B nöqtəsini soruşur. B nöqtəsində x 0'dır. X 0'dırsa sürət maksimumdur. Yəni təcil 0'dır. Sürət maksimum olur. Amma təcil x qrupuna daxil olduğuna görə 0 olur. Deməli, o uyğun variantlar olacaq. 89'da 1'ə C, 2'ə A, B, 3'ə isə Y. 90'da eyni tipdə özünüz işlərsiniz.